Həqiqətən səni təfriqəçilik narahat eləyirsə, o şeyləri vur, o şeyləri qabart ki, orada fikir ayrılığı var. Həcc ziyarəti bütün müsəlmanlar qəbul edib və illərdir peyğəmbərin zamanından indiyə qədər tətil olmayıb həcc ziyarəti. Yəni elə bir fasilə yaranmayıb deyəsən ki, bu fasilədə gəldi bu təhrif olundu. Bu fasilədə dəyişdilər. Məsələn, 50 il həcc ziyarəti olmadı, 50 ildən sonraki həcc ziyarətində artıq çox şeylər təhrif olundu. Xeyr, peyğəmbərin zamanında gedirdilər və heç bir fasilə olmadan indiyə qədər də davam edir. İndi sən gəlib bunu vurmaqla, bu şeyləri vurmaqla təzədən təfriqəçiliyi meydana götürsən. Niyə o şeylərdəki müsəlmanlar vəhdət halındadır, bir fikirdədirlər, onları vurursan? Özü də nə adı ilə? Təfriqə adı ilə ki, bu sözlər hədislərdə gəldiyi üçün təfriqə səbəb olub. Xeyr, belə deyil. Bəzi hədislər var ki, bəli, müsəlmanlar orada təfriqədədir, ixtilafdadır. Bunun da iki yolu var. Ya gərək elmi şəkildə bunları həll edək və yaxud da ən azından bunu qoyaq kənara. O yerdəki ixtilafımız var və ortaq dəyərləri niyə vurursan? Bu görünür ki, burada məsələ islah, bərabərlik, vəhdət, aydınlatma deyil.